Salamlar, sayğılar, əziz dostlar. Bu cələsə Keşişoğlu havası ya Oğuzoğlu havasının amuzişinə başlayıram. Bu havada kökümüz sol köküdür. Ya haman Şahbərdə kökü, ya qarı kök. Tiyunerdə mənim sazımın kökü az simlər. Üst simlər. Orta simlər. Bu ahəngdə 2 ritm işlənəcək. 2-4 və 6-8. Əvvəl 2-4 ilə başlayırıq, sonra düşür 6-8-ə. Müntəh bu cələsədə elə 2-4-də çalınan ritmləri öyrəşirik. Bu cələsənin çalğısını çalıb sonra keçək amuzişinə. Bu çalğısı idi. Keçək indi amuzişə. Mizan be mizan. Əvvəl mizanımız bu halətdə çalınır. Bu çalğısı idi. Mizrapları bir dənə tamtaradır, bir dənə tamtamdır. Tamtara mizrabımız 2 rast biçəb. Əvvəl mizrabımız redədir. Simlərin hamısına da vura bilirik. İkinci mizrab, rast mizrabımız si pərdəsindədir. Bir ilə yenirik doda çəp. Oldu məcmui notları re, si, do. Bu halətdə bərvəzni tamtara, yəni 2 rast biçəp. Re, si, do. İdamədə ikinci barmağı re pərdəsinə qoyuruq. Bir dənə rast çəp mizrabı, bərvəzni tam səri olmayacaq, yəni bu halətdə. Kulli mizanı aram çalsam belə olur. Az simlərdə çalın müşəxəs olsun. Ki səri haləti belə olur. O re, əvvəl mizrabımızı sukut nəzərdə alsaq, notları bu cür olur. Es, si, do, re, re. Es, si, do, re, re. Ya re, si, do, re, re. İkinci mizan bu halətdə çalınır. 4 mizrabdır, biri rastlıdır, 3'ü çəp mizrab olacaq. Əvvəl mizrabımız ikinci barmağına. Re'də rastlı mizrab vururuq. Mizrabdan sonra 3-cü barmaq səri, mi bemol pərdəsinə işarə verir. Bu halətdə. İkinci mizrab çəp mizrabdır. Doda çəp mizrab vururuq. Mizrabdan